Bakının Sabunçu rayonunda avtobus sürücüləri sərnişini döyüb. Hadisə bu ilin martın 16-sında Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Səlyan rayon sakini Məmməd həmin gün saat 16:40-da Bakıxanov qəsəbəsi İsmailov küçəsində idarə etdiyi sərnişin avtobusunun ərsində ictimai qaydanı kobud surətdə pozan, onun dayanacağa gec gəlməsini irad bildirən sərnişin Arzu ilə avtobusda olan kənar şəxslərin gözü qarşısında mübahisə edib. O qəsdən əlləri ilə sərnişinin boğazından tutaraq sıxıb, onun boyun nahiyəsinə bağ və əzələ aparatının gərilməsi ilə müşayiət olunan xəsarətlər yetirib. Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 221.1 xulqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, ictimaiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, təxminən bir il olar 76 saylı xətt üzrə hərəkət edən avtobusda sürücü işləyib. İşlədiyim avtobusun intervalı 10 dəqiqədəndir. Hadisə günü saat 17:40-da idarə etdiyim mənə təhkim olunmuş 76 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə Bakıxanov qəsəbəsi Mədinə Mərasim evinin yanında dayanacağa çataraq avtobusu saxladım. Düşən sərnişinlər düşdü, minən sərnişinlər minən zaman onlardan biri adını polis şöbəsində bildiyim Arzu avtobusa minən kimi mənə kobud şəkildə iradını bildirdi. Nə üçün gec gəldiyimi soruşdu. Həmin şəxsə bildirdim ki, ayrılmış 10 dəqiqəlik intervalla gəlirəm. Əgər narazılığın varsa, şikayətini mənə yox, 141 saylı qaynar xəttə zəng edərək bildirsin. Həmin şəxs də mənə qudurmusunuz sözünü deyərək kobud danışdığından mağdırmağa davam etdi. Bu zaman həmin şəxsə keçərək sərnişin əyləşməsini bildirdi. Hətta sərnişinlərdən bir nəfər də həmin şəxsə bildirdi ki, sürücülük burada heç nə var ki, buna baxmayaraq Arzu təhqirlərini davam etdirən zaman artıq çox əsəbləşdim, avtobusu yolun sağına çəkərək saxladım. Həmin sərnişinə yaxınlaşaraq əlimi ataraq əvvəlcə boynundan tutdum, nə dediyini soruşdum və sona qədər əlimi boğazında tutaraq bir qədər sıxdım deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman avtobusda olan tanımadığı kişi sərnişinlərdən bir neçəsi araya girib və onları aralaşdırıb. Mən sükan arxasına keçərək yoluma davam etdim. Arzu da bir neçə dayanacaqdan sonra düşərək getdi. Sonra mənə polisdən zəng olunduqda məlum oldu ki, Arzu məndən şikayət edib deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş qismində ifadə verən Arzunun sözlərinə görə Bakıxanov qəsəbəsi ərazisində tikintilərdə mühafizəçi işləyib. Hadisə günü saat 17:40-da işə getmək üçün Bakıxanov qəsəbəsi Mədinə Mərasim evinin yanında dayanaraq 76 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunu gözlədim. Bu vaxt gözlədiyim 76 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu gəldi. Mən avtobusa qabaq qapıdan mindim və sürücüdən belə gec gəlməsinin səbəbini soruşdum. Sürücü kobud cavab verərək özüm bilərəm deyə cavab verdi. Həmin şəxsə qudurduğunu dedim. Sonra gedərək oturacaqda əyləşdim. Bu zaman sürücü həmin sözü mənim böyüklərimin ünvanına deyə qaytardı. Mən ayağa qalxaraq sürücüyə tərəf gəldim və onu bura böyüklərin niyə qatdığını, həmin sözü özünə qarşı deyə biləcəyin ilə bağlı irad bildirdim. Geri qayıdaraq oturdum, sürücü avtobusu yolun kənarına verərək saxladı və sükan arxasından qalxıb üzərimə gəldi. Məni nalayiq küçə söyüşləri ilə söyüb təhqir etdi deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, daha sonra həmin sürücü
ilk olaraq boynundan möhkəm tutdu və sıxmağa başlayıb. Ardı ilə sağ əli ilə də boğazımdan tutdu. Hər iki əlləri ilə boğazımı sıxmağa başladı. Bu vaxt avtobusda olan tanımadığım və hər hansı anket məlumatlarını bilmədiyim sərnişinlər gələrək həmin şəxsi məndən ayırdılar deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Sabunçu rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Məmməd aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası alıb.